Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotur Rəhimqulova rəhbərlik etdiyi qurum tərəfindən türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya məlumat verdi. Sonra fondun muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi mədəni irsini əks etdirən digər eksponatlarla tanışlıq oldu. Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədi ilə fondun atdığı addımları yüksək qiymətləndirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakçılığının daha da artırılmasının vacib olduğunu vurğuladılar. Bildirildi ki, fondun əsas fəaliyyət istiqamətlərinə türk mədəniyyətinin, irsinin qorunması, bərpası daxildir. Həmçinin mədəni irsin təbliği sahəsində müxtəlif layihə və tədbirlərin icrası və dəstəklənməsi proqnozlaşdırılır. Ziyarət zamanı müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqram izlənildi. Yekunda Leyla Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun xatirə kitabına ürək sözlərini yazdı. Fidan Mahmudova, Fidan Şakir qızı, Elxan Axundov, ASTV Xəbər.